1 saat intro eləməyə çalışıram. Necə giriş eləyim bilmirəm. Video necə giriş eləməyim haqqında fikirləşirəm. Uzatmayaq, uzun sözün qısası bu günə qədər bunun haqqında əməklər gördünüz, qəşəng qız getdi. Bu gün salam dostlar, heç bir intro zad eləmirəm. Vəbşi bu videoda belə başlayıram. Salam verirəm. Yox, salam necə verim salam? Salamlar, xoş gördük. Neysə dostlar, özünüz başa düşdünüz. Supermarket simülyasiya oyundan başlamışıq oyuna. Bilmirəm, 5-ci deyə 6-cı bölümdür. Bismillah. Uzun sözün qısası, bizim keçən bölüm 400 dollarımız vardı. Neynədim? Oyuna başlamamışdan öncə biraz marketə əl gəzdirdim. Marketi açmağını açmamışam. Əl gəzdirdim. Bax, bu soyuducunu aldım. Hə. Vitrin soyuducusu almışam bir ədəd. Bax, rəfimi full doldurmuşam. Qəşəkdir. Dop dolu rəfdir. Burada 2 dənə yağ var. Yox, neyniyək. Bu rəflərimiz dolu. Bu rəflərimiz dolu. Keçən bölümdə başlamışdı. İndi çıxaq marketdən. Çıxaq marketdən. Az qala xətaya yol verəcəkdim. Nəysə, uzun sözün qısası. Budur sözümün əsası, supermarket. Nəysə, girdik, bax, oyunumuz belə gözəl əsnada davam eləyir. Hə, nə bilim, video xoşunuza gəlsə bəyənmə basın. Xoş, baxın da, baxın, görün, bəyənirsə like-a basın, bu lazımlı bir şeydir. Nəysə, like eləyən barmaqlarınız da dərk görməsin. Belə, keçək. Bu nə idi? Baba. Gün şans düşür, bax. Gün var orada. Bir dənə çölə çıxaq. Hə, günə baxa bildik, bax. Gün gedir. Yox, gün getmir. Bulutlar gedir. Hamısı gedir, hər şey gedir. Nəysə. Belə işlər dostlar, bax, belə bir marketdir. Girmişim marketini necə idarə olunur, xülasə videomuza yeni başlayanlar üçün, bir neçə dənə söhbət edeyim, görün nə deyirəm dostlar. Deməli, biz bax, bu məhəllədə biz bir dənə market arendaya götürmüşük, icarəyə götürmüşük, bir dükan, balaca yer. Biz ora məhsullar alırıq, vitrinlər alırıq, soyuducuda da alırıq. Marketimizi dizayn edib, məhsullar sifariş verib, müəyyən qısa bir büdcə ilə və başlayırıq bu marketimizi irəli səviyyələrə aparmağa. Bir dəqiqə, quşların səsini aşağı eləyim, buna görə rahatsız olan izləyicilərimiz var, fikirləşirəm. Ana səs. Tamam. Davam edək. Quşların səsi indi çox az gəlir, mənim səsim çox gəlir, indi bilirəm bunu, çox yaxşıdır. Bax, qabaqda kofe yeri var. Belə bir məhəllədir, uzun sözün qısası. Biz buranı böyük... Hə, nəysə. Böyük bir market halına gətirməyi fikirləşirik. Heç nə. Girik marketimiz var. Qapısı ömür boyu açıqdır. Girək içəri. Bax, bura bizim marketin içərisidir. 5-6 bölümə bu səviyyəyə gətirmişik. Biz başlayanda bu 2 dənə vitrin vardı, bomboş. Bir bu kassa vardı, bir də bu. Bir bunları almışıq, bir də bunları almışıq. Amma çox zəif irəliyirik. Bugün pul çox qazanıb, marketimizi irəli səviyyəyə daşımağa fikirləşirəm. Bunun üçün nə etməliyəm? Oyunu oynamalıyam təbii ki. Qısa olaraq hər şey hazırdır. Nəysə. Bax, marketimizi açaraq. Call set. İngiliscə güclüdür demişəm də dəfələrdən. Open. Açıqdır. Açdıq mağazamızı. Kassamızdan call seti götürək. Kassamız açıqdır. 6 dollar vəsaitimiz var. Pulumuz var. Məhəlləmizin belə bir gözəl
sakinləri var. Bu təşkilatda gedən o xanıma oxşadı. Bu kim oxşuyur? Oxşadanmadım. Siz kim oxşuyursunuz? Siz çox adama oxşuyursunuz. Sizin oxşarınız bizim ölkədə çoxdur. İlk müştərimiz xeyirli olsun. Ay sağ sol ayaqdan daxil oldu. Amma qorxusu yoxdur. Buna bax müəllimə. James Bond gəlir bizim marketə. 007 qəbul. Görək qardaş nə aldı bizim marketdən. Bax bu paketdir, kağız paket. Ekologiya ziyan vurmur, amma ağaçları kəsib bundan paket edirlər. Nəysə, uzun sözün qısası. 12 dollar pul verdi, 8 dollar biz ona pul üstünlüğünü qaytarırıq. Belə. 0 qaytarırıq. Bax, mağazamız bu şəkildədir. Artıq bunu sürətdə oynamağa fikirləşirəm. Benimdə çox ideallar olur, amma yarısı yadımdan çıxır, yarısı heç yadıma düşmür. Qardaş bizim marketə gəldi. Baba bax, batırımına bax. Məhsulun birini atıb bura. Nədir bu? Bilmirəm, çörək idi ya, onu idi. Bizim müştərilər çox, nətərim, hörmətsiz hərəkətlər edirlər. Bu məhsulu açırlar, dağıdırlar yerə, nə bilim, mən bunların nazını çox çəkirəm. Bilmirəm, özdə hansı ölkədə. Hər cür millət var. Yəqin ki, Amerika olmalıdır. Bizim millət dollardan işləyirik. Yəqin çox güman ki, Amerikada. 44 dollar. Klavyanı bağlamışam. 44 dollar. Neyse, biraz keçə müştərilərimizlə məşğul olaq. Sonra videonu sürətləndirəcəm. Mərhələləri daha tez atlamaq üçün. Neysə. Belə. Buyur qardaş, siz nə almışsınız? Yağ almışsınız, pendir almışsınız, nələrsə almışsınız eviniz üçün. Yaxşı eləmişsiniz. 30 dollar 50 sent. Buyurun. Təşəkkür edirəm bizim market seçib alış-veriş elədiyiniz üçün. Market deyirəm, amma marketin bir adı yoxdur. Siz də sağ olun. Çörək, su, çörək, pendir, qara çay. Sizdə xanım 41 dollar elədi. Mən sizə 50 sent pul üstü qaytarıram. Təşəkkürlər. Makaron, qara çay, peso 21 dollar. Mən sizə 19 dollar qaytaracam. Təşəkkürlər bəy. 8 dollar. Gözəl xala. Bizim məhəllənin gözəl xalası həmişə bizim marketdən alış-veriş edir. Bu marketdən, başqa marketdən deyir alış-veriş eləsəm, mən onu özümə bağışlayamaram. Uğraşmaya oxşayır. Bitsiz. Sağ ol qardaş. Hava istədi elə hamınız elə. Yarınız qalın, yarınız nazik geyinib çıxmışsınız. 32 dollar. Qardaş bax, bu qədər xırda, kassamda xırda qoymadı, neysə. Xırda ilə gəl də qardaş, ya da karta vur. Pulumu kartdan ödəyin şeylər. Belə. Bax, bizim 76 dollar. Bax, indi mən necə əsəbləşməyim. 5, 6. Xanım, əsəbləşirəm, amma sizin gözlərinizi görəndə. Sol. Çaşdırma məni, satıcıyam burada. 30 dollar. Təşəkkür edirəm. Nə oldu? Nəsə yanınızdan çıxdı xanım? Kömək edə bilərəm sizə. Pendir almamışsınız. Pendirlərimiz təzədir. Açılışdan bəri buradadır. 8 dollar. Ay sağ olun. Biz bu vitrinlərdə biraz anılar əziyyət çəkir. Vitrinləri biraz hündürə qoyulmalıdır. Aslında hündürdə olmalı. Bax, qardaşa bax. Aşağıdakı məhsullar daha az satılır. Bu marketing sisteminin qanunlarıdır. Nəysə, siz yığılışın ora, mən sizi bir yola salmaqdan yoruldum. Bax, bu xanım bizim marketdən alış-veriş eləyib gedir.
Çox sağ olun, təşəkkür edirəm bizim marketi seçdiyiniz üçün. Ura, ura, ura. Nə oluyor bilərəm? Oğramaq olmaz yox. Olmaz. Başqasının maşınına minmək olmaz. Qayıt marketə. Qayıdıram marketə, qayıdıram marketə. Yox, biz biraz dələduz satıcı olduq. Pı, oyda müştəri gözləyir. O şey də olmalıdır, orada bar gedir. Ay, işıqlar, marketin işıqlarını yandıram. Dağıdıblar yenə. Hər yeri batırıblar. Nəysə dostlar, burada videonu dayandırıram. Burada videonu dayandırıram. Biraz market irəliyim. 470 dollara yaxın pulumuz var. İrəliyim. Ondan sonra biraz real səviyyədə yenidən video qeydə başlayarım. Yaxşı oldu? Tamam.